Rus dilini bilirsinizsə, yoldaşlar, rus dilini bilənə iş var. Mən sizə təxminən 3 dənə işdən bəhs etmək istəyirəm. İlk öncə gündəliyi 60 manat olan işdən bəhs etmək istəyirəm. Bəli, gündəlik olaraq 60 manat sizə verə biləcək bir iş də var. İlk öncə ondan bəhs etmək istəyirəm. Bu iş, yoldaşlar, robot operatoru adlanır. Direkt Klinikdədir. Bir gün iş, bir gün ev olmaqla işləyirsiniz. Səhər saat 9-dan axşam 9-a kimi işləyirsiniz. Bunların əsas tələbləri bundan ibarətdir ki, yaşınız 20-dən yuxarı olsun, ali təhsiliniz olsun, bakalavr üzrə hər hansı olmasa. Azərbaycan və rus dilini mükəmməl bilməlisiniz, kompüter proqramlarını yaxşı səviyyədə bilməlisiniz, texnologiya ilə işləməyə bacarmalısınız. İş stajınız olmalıdır, yoxsa da belə deyim, iş öyrədiləcək amma, yəni xəbəriniz olsun. Amma ümumiyyətlə belə deyim də, hər hansı bir yerdə işləmiş olmanız lazımdır. Amma belə bu işin özü isə öyrədilir, yəni narahat olmayın. Bu bir variantdır, yoldaşlar. Bu işə müraciət edə bilərsiniz. Fikir verdinizsə, heç nə tələb eləmədi sizdən. Yəni, ümumi orta səviyyəli bir şəxsinizsə, yəni bu işdən rahatlıqla müraciət edə bilərsiniz. 60-ı vurun 30-a neyini? 900 manat edir. Nə qədər edir? Bir dəqiqə mən bunu sizin üçün çıxardım gündəliyini. 60-ı 900-ə vuranda nə qədər edir? Bir dəqiqə. 6-nı 9-a vuranda 54 eləmir. Bir dəqiqə. 900 manat edir. İnanmıram 900 manat edir. Çox olur məndə bu. 60-ı 30 günə vuranda 1800 manat. Mən niyə bəs 9-a 5-ə niyə vurdum mən onu? Mən başa düşə bilmədim. 6-nı sanki 9-a vurdum, 54 çıxardım. Haradan çıxdı? Yaxşı kalkulatordan istifadə edim. 1800 manatlıq civarında bir işdir. Bu bir variantdır, yoldaşlar. Özdə onu da nəzərə alın ki, yəni bir gündən bir işləyirsiniz. Yəni, əslində 15 günə 1800 manat alırsınız. Sonra, növbəti bir iş, yoldaşlar, təcrübəçi işidir. Bu isə bir bankdadır. Korporativ satışlar üzrə müştərilərlə iş üzrədir. Əla bilməlisiniz, yoldaşlar, yüksək səviyyədə bilməlisiniz. Həm rusu, həm də ingilis dilini və maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsilli olmalısınız və yaxud da sonuncu kurs tələbəsi olmalısınız və yüksək səviyyədə ünsiyyət qurma bazarınız olmalıdır, sərbəst işləmə qabiliyyətiniz olmalıdır. Belə bir iş imkanı da var, yoldaşlar. Bundan əlavə başqa bir bankda da olmalıdır. Unibankda da var, misal üçün iş. İnzibat İşlər Departamentində iş var. Rus dilini orta səviyyədə bilirsinizsə, kompüterdən əla səviyyədə istifadə bacarınız varsa və kollektivlə effektiv ünsiyyət qurma bacarınız varsa, bu işə də müraciət edə bilərsiniz. Bu işlərə müraciət edəcəksinizsə və yaxud da digər işlərlə də tanış olmazsınızsa, bu arada digər işlər də kanalda paylaşılıbdır. Ümumiyyətlə, iş tapımı müəssisəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Özəbəli kanala daxil oldukdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var.